Salam, mən İslam Mehirəliyev. Yumurta efirdədir. Bugünkü verilişimizi qaz yumurtasına həsr eləmişəm. Qaz yumurtası toyuq yumurtasına nisbətən 2 sm 92 mm böyükdür. Zarafat eləyirəm. Qaz yumurtası ye. Yay vaxtı bəzilərimiz dənizdə üzürük, bəzilərimiz göldə üzürük, bəzilərimiz çayda üzürük, əksəriyyətimiz isə borcun içində üzürük. Elə isə üzgüçü. 第一のコース、鈴木くん。第一のコース、佐藤くん。第一のコース、高橋くん。第一のコース、大人気ですね。 Fikir verdinizsə videoda xanım hər iştirakçı çıxanda Dançi Çiko deyir. 第一のコース、佐藤くん。第一のコース、高橋くん。第一のコース、大人気ですね。 Burada iki versiya var. Ya bu üzgüçülərin hamısının adı Dançikodur, ya da bu xanım bunlara demək istəyir ki, biriniz yıxılsanız sizi tutub Dançiko eləyəcəm. 続々と選手が登ってきますね。どこまで続くんでしょう。第一のコース。そろそろですね。Take a walk. Köhnə kranlardan bezmisiniz, səs salıb sizi narahat edirlər, saatı 100 manata gəlirlər, yer tuturlar, artıq buna ehtiyac yoxdur. Dırmaşov qardaşları, gəlməsi və quraşdırılması çox asan, qiyməti isə çox ucuz. Adam başı 1 manat. Dırmaşov qardaşları, dəvədən böyük fil var, heç dəxli var. 第一のコース、いいスタートだ。世界記録を上回るペース。いけ、いった、どうだ。第一のコースやりました。何でも遊びにする天才。 Mənə elə gəlir ki, bunlar hovuzun uzunluğunu ölçmək istəyirlər, amma metrə tapmayıblar. 第一のコース、いいスタートだ。世界記録を上回るペース。いけ、いった、どうだ。第一のコース。 Həmçinin Çinlilərə demək istəyirəm ki, arzularınız Çin olsun. Söhbət Çindən düşmüşkən, buradan dayım Çingizi də salamlayıram. İnəklər cürbəcür olur. Ağ, qara, xallı və s. İnək acanda ot verirsən, ot yeyir. Suslayanda su verirsən, su içir. Yatmaq istəyəndə tövləyə salırsan, yatır. Gəzmək istəyəndə açıb buraxırsan, gəzir. Amma elə inək var ki, sənə əziyyət vermir. Öz istədiyini özü edir. İnək! Gör bu inəyin sahibi, inəyi neçə gün susuz saxlayıb ki, inək axırda məcbur qalıb, özü gəlib krantı açıb su içir. Sahibi bu inəyi aç saxlasa, görün nə baş verər. Gecənin bir aləmi durub görərsən ki, inək mətbəxdə tavanı qazın üstünə qoyub yumurta pişirir. Ah qadınlar, qadınlar, şalvar geydik, şalvarımızı geydiz. Papaq qoyduq, papağımızı qoyduz. Maşınımızı əlimizdən aldız. Bir mototsiklımız qalmışdı, onu da mindiz. Deməklə qutarmaz. Mototsikl. Έλα, Βί. Δώσε γκάζ, μωρέ, ανάπηρη. Δώσε. Bax, bu xanımın adı Nataşadır. Nataşa özünü elə aparır ki, elə bil ömrünün 10 ilini mototsikl elmini öyrənməyə, 10 ilini isə mototsikl sürməyə həsr eləyib. Δώσε. Bu yerdə bu mahnı yerinə düşdü. Taşa divarlara sarılmışam, maç maç kuç kuç darıxmışam. Taşa divarlara sarılmışam, maç maç kuç kuç darıxmışam. Nataşa, sən bizim şalvarımızı geyinə bilərsən, amma motosikletimizi sürə bilməzsən. Atalar yaxşı deyib, eşşəyə min, ata çatınca. Pomidordan qalmadı, əla növ kartoşka. Xiyara gəl ay müştəri, xiyara gəl. Növbəti videomuz bazar. Bu bazar Çinin Çauçuk bazarıdır. Bizim dildə Çakçuk. Bu bazarda əla Gədəbəy kartoşkası var, göy çayları var, əla qızıl əhmədi alması var və bir də qatar.
Bazar işçiləri bu qatarın gəlişini hər dəfə böyük təmtəraqla qeyd edirlər. Bazarın xor ansamblı qatar üçün mahnı da bəstələyib. Rəqqasə! Bu videoya baxanda dahi Yapon alimi Katsuzo Nishi'nin bir sözü yadıma düşdü. Adam evdə tək olanda ağlına gic-gic şeylər gəlir. Deyəsən bu musiqi qızın sümüyünə düşmədi. Gedir mahnını dəyişməyə. Xanım, elə bizim mahnılardan qoy, ikimiz də bir yerdə oynayaq. Gördüm səni yaygıl qarşımda bu axşam. Gördüm səni yaygıl qarşımda bu axşam. Bir sevdə alışdı qəlbimdə bu axşam. Gör bu mahnı qızın sümüyünə nətər düşdüsə, qız qapıya dırmaşdı. Bir sevdə alışdı qəlbimdə bu axşam. Adam da mahnının nəqarətində qapını açar. Bu yerdə ancaq bu mahnı yada düşür. Bu hadisədən sonra xanımı Semaşka xəstəxanasına yerləşdirdilər. Hal-hazırda xanımın vəziyyəti bax bu cürdür. Ay pipiyi qan xoruz, gözləri mərcan xoruz. Sən nə tezdən durursan, qışqırıb banlayırsan, qoymursan bizi yatmağa, ay səni mərcan xoruz. Sevgililər! ダメなんでもうちょっと待って あと何秒ぐらい İtin hürməyinə bir də diqqət edək. Hav, 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 hav. Bu it demək istəyir ki, qaqaş, yanındakı qıza çox etibar eləmə. O qızı mən səndən yaxşı tanıyıram. 犬苦手なんだよちょっと待ってちょっと待って Bu xanım lap min cür xırdavat dükanıdır ki, üstündə nə desən var. Xanım qız, üstündən çəkit çıxsa at mənə. Axşam işimi görüb qaytararam. Sirke! Nə? Sirke! Bilmirəm sənə xanım deyim, bəy deyim. Ağzıma gələni danışma. 怪我ないおかげさまで Bilirsiniz o oğlana nə dedi? Harita qurda, inanma. Oldu. Ona görə xanımla tanış olmamışdan öncə onu yaxşı-yaxşı yoxlamaq lazımdır. Atabala! Belə yerdə deyərləri, uşaq-muşaq əlində qalmışam. Bu uşaqlar hələ gülürlər. Onlar böyüyəndə biləcəklər ki, atalarının başına hava gəlmişdi. Gəlin bu uşaqları biraz da biz güldürək. Bu uşaqlar bilirsiniz böyüyəndə kimlərə oxşayacaq? Uşaqlar kimə oxşayırlar oxşasınlar, atalarından başqa. Sıradakı videomuz yelləncək. So get like a medium swing, yeah? Yeah. And see if we can keep him going round. No, see if we can do one first, then stop him. Bu gördüyünüz iki zəif insan bankın problemli kreditlər üzrə şöbəsinin işçiləridir. Ortada fırlanan isə krediti vaxtında ödəməyən müştəri. Gəlin bu səhnəni biraz da maraqlı edək. Əziz müştərilər, krediti vaxtında ödeyin. Slow down.
Yıxıldı birdən-birə, dəydi başı üstə yerə. Müştəri durub neynədi? Öz-özünə gişdədi. Yumurtanın sarısı, yedim qaldı yarısı. Bu həftəlik bu qədər. Əgər sizin də maraqlı videolarınız varsa, bax bu ünvana göndərə bilərsiniz. Hələlik!